Turizm ümumiyyətlə təkcə otellər, yeyib-içmək, çimərliklər demək deyil. Müasir turistlər daha orijinal, daha autentik bir təcrübə axtarışındadılar. Təsəvvür eləyin ki, biz bir yay səhəri siz kəndə gəlirsiniz. Həmin o kənd yaşıllıqlarla doludur. Hər ətraf meşəliklərdir və siz dar küçələrlə gəzəndə balaca kənd evlərini görürsünüz. Yerli əhali çox gülərüzdür və sizə bişirdikləri təndir çörəyinə qonaq eləyirlər. Kənd sakitdir, səs-küyü yoxdur və bu kəndin ruhu var. Bir neçə ildən sonra bu kəndə gəlirsiniz, görürsünüz ki, həmin o meşəliklərin yerində böyük otellər tikilib, turizm infrastrukturu qurulub. Kənd əhalisi əvvəlki kimi gülmür, çünki həddən artıq turist gəlir və bu turistlərdən daha çox böyük turizm şirkətləri qazanır, nəinki onlar. Baxın, bu dayanıqsız turizmin bir nümunəsidir. Dayanıqlı turizm odur ki, turizmin elə bir formada təşkili və idarə olunmasıdır ki, burada mədəni irs qorunur, burada ətraf aləm qorunur, burada yerli icmaların iqtisadi rifahı artır. Təsəvvür eləyin ki, Lahıcda bir misgər nəsildən nəsilə ötürülən bir sənəti davam etdirir. Emalatxanasında misdən alətlər düzəldir və hər il yüzlərlə turist onun emalatxanasına gəlir, şəkil çəkdirirlər və gedirlər. Biz nə edə bilərik ki, həmin o turistlər o emalatxanadan Azərbaycan xatirəsi hədiyyələrini alsınlar. Nəinki gedib böyük mağazadan Çin istehsalı olan və üzərində Azərbaycan xatirəsi olan hədiyyələr almasınlar. Turizmdən gələn gəlirin yerli icmaların həyat tərzinə müsbət təsiri məhz bizim milli qərarlarımızdan asılıdır. Bu, yəni beynəlxalq tendensiyalardan asılı deyil.